Salam əziz izləyicilər. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bugünkü videomuzda iki cür təhlil oluna bilən sözlərdən danışacağıq. Ümumiyyətlə dilimizdə bu cür sözlərin sayı çoxdur. Əgər videonu bəyənsəniz, bu kimi sözlərin davamının gəlməsini istərsəniz, rəy bölməsində qeyd edərsiniz və növbəti videolarda bu cür sözləri, hətta 3 cür təhlil oluna bilən sözlərdən belə danışarıq. İndi isə sözlərimizə nəzər salaq. Biz bugün bu sözləri Rasim müəllimdən kök bir şəkilçiyə ayıracağıq. Ayaqlan, daşlaş, qurum, sulan və düşün sözləri. Gördüyünüz kimi 2 dəfə yazmışam, çünki bu sözləri müxtəlif mənalarda 2 cür təhlil etmək mümkündür. Nəyə Rasim müəllim? Siz başlayırsınız yoxsa? Əvvəldən deyim ki, mən olsa səhvlər edəcəm. Hələ ona görə mən təhlil edirəm ki, mən səhvlər edəndə başqaları o səhv edə bilər. Mən başlayım. Gəlib ora. Təqdim edirik sizə. Bildiyim qədərilə ayaq kökdür. Səhvlərimi düzəldərsiniz də. Mən deyim tabii ayaq, sonra ayaqlamaq, yəni ayaqla. Kadra girmirsiniz. Onsuz ayağımı göstərmişəm ki, ayaqlamaq ayağımı tərəfimdir. Ayaqlamaq, yəni ki, neysə ayaqlayıram. Ayaqlanmaq isə onun tərəfi, o ayaqlanır da, yəni məsələ bir şey. Ayaqlanmaq. Bu düzdür hələlik. Bəli, tamamilə düzdür. Ayaq sözün kökü oldu. Ayaqlamaq, yəni tapdalamaq, ayaqlanmaq isə məsələn kağız yerə düşdü, mən onu ayaqladım, yəni tapdaladım. Ayaqlanmaq isə artıq kağız ayaqlandı. Yəni mənim tərəfimdən tapdalandı. 2 leksik şəkilçinin doğru təhlildir. İkinci halda bu ola bilər ki, ayaq yenə də kökdür. Bəli. Lan şəkilçisi var da, ayaqlanmaq. Yəni ayağa durmaq mənasını düşünürəm də. Yəni ayaqlanmaq və ya üsyana qalxdılar, ayaqlandılar və ya Rasim ayaqlandı. Bilmirəm, sağaldı da, xəstə idi. Rasim ayaqlandı, yəni artıq sağaldı. Bir də bəli, çox düzgün vurguladınız. Üsyan, xalq ayağa qalxdı, ayaqlandı, yəni tamamilə doğrudur bu izahımız. Birincidə yaxşı çıxdı, görək. Bir istəgəl qoyaq. Burada lafı da olmaz oldu. O birinci. Daş 100% kökdür. Bəli. Daş. Bir dəqiqə. Gözlüyün belə keçim daşlamaqla daşlaşmağın görsə mənası olur. Daşladım. Daşlaşdı. Yəqin də soxadı. Daşlaşdı kimi yox da maq artırı fikirləşin. Onda daha daşlamaq, daşlaşmaq. Necə mən edirəm, qoy mən səhv eləyəm də. Ağlıma bu gəldi. Daşlamaq. Daşlamaqdan da daşlaşmaq düzəlirmi ya yox? Orası üzrə mənim üçün təsdiq edər ya da ki, digər səhvdir. İlk bu ağlıma gəldi, düzdür? Düzdür. Bu bilirsiniz hansı mənadadır? Daş sözünün kökü bildiyimiz daş, qəmbər, bərk cisim. Daşlamaq, yəni mən daşı götürürəm kiməsə atıram və biz hansı prosesin içində oluruq? Daşlaşmaq, yəni daşlaşırıq da. Uşaqlar məsələn o nə deyirlər? Nə növ deyirlər? Bir-birlə daşlaşırlar. Bəli, qarşılıq. Düz deyirəm. Qarşılıq növ. Qarşılıq növ. Hə, bəli. Qarşılıq ayrıdır, birgəlik ayrıdır. Biz əvvəllər adını bir yazırdıq, qarşılıq birgəlik. Çünki şəkilçisi eyni də. Amma məzmununda fərq var da. Qarşılıq növdə hərəkət qarşı-qarşıya icra olunur. Qarşılıq. Bəli, bəli. Amma birgəlik növdə isə birlikdə icra olunur. Daşlaşmaq. Onda bu da yaşalaş olacaq da ki. Daşlaşmaq, yəni elə ki nəsə fokuslərdən daşlaşdım mən. Ya qəlbi daşlaşmaq kimi də ola bilər. Bəli, yəni məsələn sement daşlaşdı, bərkidir o mənada tamamilə düzgün təhlildir. Yəni görürsüz, düşüncəyə əsaslanan bir şeydir bu. Qurum. Qurum. Qurmaq. Qurmaq. Aha. Birinci bununla başlayayım. Belə. Qurum, yəni mən qurum. Ola? Tamamilə düzdür. Qrammatik şəkildə. Bəli. O nə sayılır? Mən qurum. Mən şəxs sonluq. Şəxs sonluq. Gəldim bura. Bu da ki qurmaq, qurum sözü var ha, qurum sözü. Məsələn, filan qurum. Bəli, o mənadadır. Qurmaqdan yaranır. Görürsünüz, qurum birbaşadır. Mən gəldim, səhv etsəm düzəldərsiniz. Məncə qurmaqdan yaranır da, məncə. Səhv edirəm. Qurmaq sözündən, amma qurum dürüm yox. Belə şəkil söyləyək. Var. Var, hə, qorxurdum, hə. Qurmaq sözündən yaranır, deməli qurum. Bəli, yəni bir şey, qurum nə təşkilatdır da, onu qururlar, yaradırlar, olur, təşkilat olur, qurum. Yaxşı deyirəm hələ ki. Su. Bu da buna oxşar olur. Məsələn, buyurun, buyurun. Azərbaycan dilinə mükəmməl eləyəcək Rasim. Çox sayımızda. Su, bu onunla oxşatacağım mən də. Sulamaq. Hə, 100%. Sulamaq.
Bir də ki, sulanmaq. Yəni məni sulayırlar da. Ya məni deməyək. Ağacları, bitkiləri deyək. Ya mən belə sulamalıyım. Həbsə. Düzdür? Düzdür bu, bayaqladı. Bu da ki, sulanmaq. Məsəl üçün, meyvə sulanır, nəsə olur da. Belə də sulan bütün. Meyvə sulanır hansı mənada deyirsiniz? Elə söz yoxdur. Var ya, hansı mənada? Mənalı şeyləri var. Məsələn, meyvə sulanır. Meyvə şirələnir mənasında da düşünürəm. Yəni, siz meyvə sulanır deyəndə bəlkə elə su tökürlər, o mənada olsa 2 leksik olacaq. Amma meyvə sulandı, yetişdi mənasında olarsa 1 leksik olacaq. Yaxşı, biraz nə oldu hamısını düz elədiniz? Biraz bu sualı qəlizləşdirək. Sulanın bu cür təhlilində başqa hansı mənalarını söyləyə bilərik? Necə? Eyni sözü başqa cür də var, hə? Təhlil budur, amma mənası başqa mənaları da var. Təhlil bu formada olmaq şərtilə. Sulanmaq, meyvə sulanır, fikirləşim mənim. Sulanmaq, meyvə sulanır, başqa nə ola bilər? Sulanmaq. Nə sulanmaq? Kiməsə, hələ söz var. Kiməsə patlat edirlər, sulanırlar. Türklərdə də o söz deyirsən. Sulanmaq. Orada... Sulanmaq. Yox, ağlıma gəlmir. Məsələn, gözümüz sulana bilər. Hə, düzdür, bundan fərqi var. Yenə var, ha? Kabab sulana bilər, kabab bişir, o mənada ola bilər. Kabab sulandı. Kabab sulandı, meyvə sulandı, təxminən eyni mənaya gəlib çıxmır. Biri yetişmək mənasında, biri amma bişmək mənasındadır. Deməli, bir mənada verə bilərik əslində. Məsələn, ağzımız sulandı da, yəni su ifrazı. Məsələn, deyirəm ki, limon kəsiləndə ağzım sulandı. O cür olanda artıq yenə bu təhlil olacaq. Keçdik birinci sözümüzə. Düşün. Düşünü bir başqa götürə bilərəm. Düşünmək. Düşməkdən yalanmır ki, yox. Səhv eləsəm deyərsiniz. Düşünmək. Siz səhv eləmirsiniz. Düz elədim. Bəli. Düşmə, yox düşməkdən, düşünmək sözü, bir dəqiqə, düşünmək, o düşünmək mənası deməm, amma düşünmək, belə bir şey var, yəni düşmək, düşün, belə ola bilər, düşmək, düşün, qrammatik. Bəli, məsələn, aşağı düşün, pilləkənləri aşağı düşün, o mənada tamamilə düşdü, 0-5 düşün. Nə sual verim, düşün əmr şəklidir. Bəli. Elə burada da düşünmək yenə əmr şəkli olur, düşünmək. Düşününüz. Bu hansı əmr sayılır da, yəni şəxs artırıcı gəlir əmrdə. Mən uşaqlıq içində bildim, elə bildim ki, düş demək əmrdə, bu sələ öyrəşmiş yəni. Əmr eləyəndə kobud şeylər, düşün demirlər. O da əmr şəklidir, amma orada şəxs dəyişir. Məsələn, bir deyirəm ki, sən aşağı düş. Şəxs dəyişsə belə, yenə də əmr sayılır. Bəli, sən aşağı düş deyəndə də yenə də əmrdir. Siz aşağı düşün deyəndə də. Çox adama deyir. Bəli, sadəcə o ikinci şəxsin cəmindədir, eyni hal olur. Tamamilə doğrudur. Davam edək o suallara. Necə istəyirsiniz? Davam eləyək? Qoy 8 dəqiqə. Bəyənirlərsə, süz də həm də gedən yerimiz də var. Müəllimin gedən yeri var. Süz də əgər doğrudan da bəyənirsinizsə, buna keçmək, süz danışın. Əgər bu cür təhlillərin davamının gəlməsini istəyirsinizsə, yəni nə qədər sözümüz var, testdə qarşınıza çıxa bilər, sizi çaşdıra bilər. Hansı ki, söz yaradıcılığı bölməsində buna aid bir neçə test var, onlarda hazırlamışam ki, sizə video çəkim. Amma siz istəyirsinizsə təbii ki, ona görə bölməsində qeyd eləyərsiniz. Sırf test topusunun üzərindən izah eləyəcəm o sualları. Qeyd eləyərsiniz, videolar çəkərik.